Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. Bugün sizinlə 6-cı sinif monitoring suallarının izahı ilə tanış olacaq. Nəzərinizə çatdırım ki, bundan sonraki monitoring suallarının da izahı kanalımızda yerləşdiriləcək. Ona görə də kanala abunə olun ki, paylaşım olanda sizə bildiriş gəlsin. Vaxt itirmədən keçək sualların izahına. Baxaq birinci suala. Deyir ki, verilmiş mətndə bu suala cavab tapmaq olmaz. Dovşan nə üçün heyvanlara kömək etmədi? Bunun cavabı var, tənbəl olduğu üçün. Fil nə üçün ağladı? Orada o daşlar quyuya töküldüyü üçün ağlayır. Bunun da cavabı var. Heyvanlar niyə dovşanı bağışladı? Bunun da cavabı var. Çünki dovşan növbəti demək etaplarda, mərhələlərdə öz səhvini düzəldir. Ona görə burada cavab olacaq E bəndi. Niyə? Çünki hansı heyvanın təklifi ilə quyunun qazılması haqqında demək əsərdə məlumat yoxdur. Bax bu hissələrdə olmalıdır. Orada da məlumatımız yoxdur. Belə. Cavab olar E bəndi. Keçək növbəti sualların izahına. Növbəti suallarda nədir məsələn? Nədən soruşur? Nə istəyir? Nağıldan hansı nəticəyə gəlmək olar? 2-də nədir? 2-də cavab C bəndi olacaq. Zəhmət çəkməyən bəhrəsini görməz. Yəni o tənbəl axırda zəhmət çəkir və bəhrəsini görür. Ona görə də burada o demək fikrə əsasən deyəcək ki, cavabımız C bəndidir. Sonra mətnə əsasən ən çətin vəziyyətdə nə etmək lazımdır? Ən çətin vəziyyətdə mətnə əsasən deyə bilərik ki, biz 1 olmalıyıq. Ona görə cavabımız olacaq. Bir dəqiqə çox üzr istəyirəm. Ona görə cavabımız olacaq A bəndi. 1 olmalıyıq ki, biz bütün problemləri öhdəsindən gələ bilək. Dovşana aid xüsusiyyətləri müəyyənləşdirin. Dovşana aid xüsusiyyət nə ola bilər? Demək 4-də olar. Bax tənbəl idi və səhvindən nəticə çıxaran idi. Çünki o sona yaxın öz səhvini başa düşür. Ona görə cavab olar 4-də B bəndi. Baxıram 5-ə. 5-də nə olacaq? Üzərində rəqəmlər yazılmış hansı sözlər məcazi mənada işlənmişdir? 5-də olar cavab D bəndi. 3-lə 4. Çünki burada 3-də nə var? Bax, beləliklə quyunun ağzı. Quyunun ağzı çoxmənalı sözdür və məcazi mənada işlənib. İnsanın ağzı ola bilər də və yaxud da hər hansı bir nə deyə, heyvanın ağzı mı ola bilər, amma quyunun ağzı ola bilməz. Ona görə biri bizim cavabımızın biri olacaq 4, biri də olacaq 3. Baxaq 3-də nə var? Dovşan etdiyi səhvi başa düşürdü. Başa düşmək məcazi mənada işlənmiş ifadədir. Ona görə burada cavabımız olar D bəndi. Yerdə qalanlar həqiqi mənada işlənib. Mətnə əsasən demək olmaz. 6-ya baxıram. Mətnə əsasən demək olmaz. Dovşan səhvini anlayır, bəli. Demək ki, yağış yağmadığı üçün meşədə quraqlıq yaranmışdır, bəli. Sonra, dovşan fili qorxutmaq məqsədi ilə. Xeyr, qorxutmaq məqsədi ilə qulağına qışqırmır. Sadəcə onun qulağına qışqırır ki, o ayılsın və oradan quyudan su əldə eləyə bilsin. Ona görə cavabımız olur 6-da. Demək, C bəndi. Hansı atalar sözü mətnin ideyası ilə demək uyğundur? Mətnin ideyası ilə uyğun olan elə A bəndi olar. İşləməyən dişlənməz. Bunu biz tənbəl dovşana aid eləyə bilərik. Baxıram 8-ə. Fil obrazına aid deyil. Fil obrazına aid demək fil rəhimli idi. Bax bu ola bilər. Rəhimli idi, ondan məsuliyyətli idi, zəhmətkeş idi, amma orada biz filin kobudluğunu görmürük. Ona görə 8 olar D bəndi. Mətndə problem hesab oluna bilməz. Mətndə D bəndinə bax. Demək, baxaq bir dəqiqə. Mətndə baxaq D bəndinə. Dovşanın fillə bərabər işləməsi problem deyil o. Problem daşların quyunun ağzını bağlaması, susuzluğun heyvanları incitməsi, qorxulu quraqlığın yaranması problem kimi qiymətləndirilə bilər. 9 oldu D bəndi. Mətndəki hadisələrin əsasən ardıcılığı müəyyən edin. Mətndəki hadisələri siz oxumusunuz, ətraflı şəkildə bilirsiniz. Ona görə də vaxt itirmədən cavab olaraq A bəndini qeyd edirəm və ardıcılıq da burada yazılan kimidir. Baxıram növbəti suala 11. 11-də isə cavab olacaq B bəndi. Niyə? Çünki mətnə görə sağlam və enerji uşağın xüsusiyyətləri necə ola bilər? Ola bilər gülümsəmək, ondan sonra fəal olması, həyatdan zövq alması sağlam və enerjili uşağın xüsusiyyətləri sırasında verilə bilər. Bax, burada həmin o məqam verilmişdi. Həmin o məqam verilmişdi. Ona görə cavab oldu B bəndi. Keçirəm 12-yə. Mətndə danışılmır nədən? Mətndə bax D bəndinə basketbol, voleybol, ölkəmizdə əsas idman növü hesab olunur. Bax, bu fikir mətndə yoxdur. Amma idmanın həyatımızın bir parçası olması var. Kiçik adamların böyük nəticələrə səbəb olmasından danışılır. Kiçik addımların daha doğrusu, çox üzr istəyirəm. Kiçik addımların böyük nəticələrə səbəb olmasından danışılır. İdmanın ürək və ağciyərlərimizə müsbət təsirindən danışılır. Ona görə cavab olar D bəndi.
Baxıram 13-ə. Mətnə əsasən açıq havada dostlarla oynamaq yalnız əyləncə məqsədidirmi? 13-də xeyr, yalnız əyləncə məqsədi deyil, həm əyləncə, həm də sağlamlıq və sosial bacarıqlar üçün faydalı hesab oluna bilər. Ona görə 13-də olur B bəndi. Keçirəm növbəti tapşırığa. 14. 14-də bizdən nəyi soruşur? Verilənlərin biri mətnin giriş hissəsindəki heç bir sözün qarşılığı ola bilməz. Orada heç bir sözün qarşılığı ola bilməz deyirsə, birinci hissədə mətnin giriş hissəsi bilirik ki, budur da, bax, bir dəqiqə görək və rəqəm qaytara biləcəyik, yoxsa yox, qaytara bilmədik. Təkrar cəhd eləyək, qaytara bildik. Mətnin giriş hissəsi təqribi bu hissələrdir. Belə. Burada insan, adam, sağlam sözünün qarşılığı xəstə ola bilməz. Sağlam sözünün qarşılığı maksimum gümrah ola bilər. Ona görə burada elə cavab olacaq 14-də C bəndi. Aydındır. Yəni vücud var, ondan adam var, mühüm sözü var, elə orada vacib var idi. Bunlar var deyə ona görə cavabımız olar C bəndi. Baxıram, mətndə üzərində rəqəm yazılmış sözlərdən biri məcazi mənada deyil. 15-də B bəndidir. 2. Çünki demək hər gün az da olsa qaçmaq sözü məcazi mənada ola bilməz. Aydındır. Ona görə, yəni daha doğrusu mətndə kontekstə uyğun olaraq məcazi mənada işlənməyib. Ona görə cavabımız olar 15-də B bəndi. Müəllif idmanı yalnız bədən üçün deyil, zehin üçün də faydalı sayır. Bunun səbəbi nədən ibarətdir? Bunun səbəbi isə siz mətni oxumusunuz, bilirsiniz ki, hərəkət zehnin aktiv olmasına və diqqətin artmasına kömək edir. Fikri burada olan faktın, düşüncənin, fikrin təsdiqidir. Ona görə cavab olacaq 16-da B bəndi. Keçirəm növbəti suala. Mətndə hansı mövzuya toxunulmamışdır? Mətndə toxunulub nəyə? Mətndə dostluğa toxunulub, mətndə idmana toxunulub, idmana və dostluğa toxunuldu, sağlamlığa mətndə toxunulub, amma vətənpərvərlikdən mətndə danışılmır. Ona görə 17-də cavab olacaq D bəndi. Mətndə deyilir ki, kiçik addımlar böyük nəticələrə gətirib çıxara bilər. Əgər bir uşaq hər gün 10 dəqiqə qaçış edirsə, hansı səbəb-nəticə əlaqəsi doğrudur? Hansı nəticə-səbəb əlaqəsi doğrudur fikri bizdə B bəndimizdə demək şərti ödəyir. Niyə? Hər gün kiçik hərəkət sağlamlıq, enerji və xoşbəxtlik gətirir fikri burada verilən fikrin təsdiqi ola bilər. Bir dəqiqə, bax, burada verilən fikrin təsdiqi ola bilər. Ona görə də cavab olar 18-də B bəndi. Komandada oynayan bir uşaq həmişə tək qalır və yalnız özünü düşünür. Mətnə əsaslanıb hansı nəticəyə gəlmək olar ki, bu bacarıqlar inkişaf etməyəcək? 19-da da cavab olacaq, mən bunu biraz yuxarı qaldırım. 19-da da cavab olacaq, demək, C bəndi. Əməkdaşlıq, məsuliyyət və qələbə məsuliyyəti bacarığı, daha doğrusu qələbə məğlubiyyət bacarığı. Çünki komandada oynamaq əməkdaşlıq, məsuliyyət və qələbə məğlubiyyət bacarığını inkişaf elətdirir də. Amma bizə deyir ki, inkişaf etməyəcək. Bu fikrin əksidir. Ona görə 19-da cavab olacaq C bəndi. Baxıram 20-yə. Mətndə hansı suala cavab yoxdur? Mətndə hansı suala cavab yoxdur? İdman əylənmək üçündür? Bəli. Hərəkətli olmaq insan bədənini möhkəmləndirirmi? Bəli. Valideynlərin uşaqların məşq etməyə həvəsləndirmələri bəli, bu əsərin hardasa əsas hissəsində, mətnin əsas hissəsində verilmiş bir fikirdir. Amma şagirdlər valideynlərinin dediklərini əməl etməlidir. Bunun haqqında məlumat yoxdur. Ona görə də cavab olacaq 20-də D bəndi. Baxıram 21-ə. Qaba sözünü hansı sözlə əvəz etmək olar? Qaba sözünü biz kobud sözü ilə əvəz edə bilərik. İri, eybəcər, böyük sözləri ilə əvəz etmək olmaz. Ümumiləşdirmək olmayan sözü bizdən istəyirsə, ümumiləşdirmək sözlər biz bilirik ki, hamı tərəfindən başa düşülən sözlərdir. Radio, dayanacaq, kino sözü hamı tərəfindən başa düşülür, amma amper sözü termindir və səhv etmirəmsə fizika fənninə aid bir termindir və bizim şərtimizi ödəmir. Cavab olar C bəndi. Baxıram növbəti suallara. 23-ə baxıram da. Yəqin ki. 23-də sözlərdən biri ahəng qanunu pozulmuş milli sözdür. Bax, sözlərdən biri ahəng qanunu pozulmuş milli sözdür deyirsə, ana sözü ahəng qanunu pozmayıb, nizə sözündə ahəng qanunu pozmayıb. Cavab ya A-dır, ya da C bəndidir. Daha dəqiq baxsaq görərik ki, ilğımdır, ilığdır, elatdır tipli sözlərdə ahəng qanunu pozulsa da bunlar milli söz hesab olunurlar. Ona görə cavabımız olar C bəndi. Həm omonim, həm də çoxmənalı söz ola bilər. Qol sözü həm omonim, həm də çoxmənalı ola bilər. Omonim necə ola bilər? Biri var ki, insanın qolu,
insanın qolu. Bir də var ki, vurduğumuz qol, topu vurduğumuz qol. Bunu necə sən çox mənalı düşünə bilərsən? Mən uşaqlara belə bir qayda demişdim. Çox mənalı düşünmək üçün sözü məcazi mənada işlət. Məsəl üçün deyirəm çayın qolu. Çayın qolu olarmı? Ola bilməz. Ona görə də məcazi mənada işləndi və məcazi mənada işlənirsə, olacaq nə? Çox mənalı söz. Aydındır. Yəni bu söz, qol sözü həm çox mənalı oldu, həm də homonim oldu. Cavab olar 24-də B bəndi. 25-ə baxıram. Sözlərdən biri fərqlidir. Mən burada cavabı E bəndi götürmüşəm. D bəndi daha doğrusu. Qart sözü sifətdir. Qaranquş, bülbül, keçi sözləri isə isimdir. Bunu həm bu formada tapmaq olar, həm də ki, qaranquş, bülbül, keçi bunlar heyvan adları ilə bağlı, daha çox heyvanatla bağlı sözlərdir. Qart sözü isə başqa məna ifadə edir. Ona görə cavabımız 25-də D bəndi olar. Belə yoldaşlar, növbəti demək sualların, sınaqların, imtahanların izahından xəbərdar olmaq üçün kanalı izləyin ki, paylaşım olan kimi sizə bildiriş gəlsin. Belə, özünüzə yaxşı baxın. Növbəti paylaşımlarda görüşək. Hələlik.